Novruz hər vaxtın xeyir olsun. Bəli, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump G7 samitindəki işini yarımçıq kəsərək, yəni dayandıraraq Vaşinqtona qayıtdı və dünən axşam Kanadadan Vaşinqtona dönən prezident Trump elə təyyarədə jurnalistlərin suallarını cavablandırdı. Məhz İsrail-İran müharibəsinə toxunan Trump qeyd etdi ki, bu müharibədə bizim əsas məqsədimiz ümumiyyətlə İsrailin narahatlığı başa düşüləndir. Çünki İran istənilən halda heç vaxt, xüsusilə bundan sonra heç vaxt nüvə silahına malik olmamalıdır. Və bu açıqlama özü-özlüyündə bir demək ziddiyyət yaradır. Çünki bir neçə saat bundan əvvəl, yəni bu Trump'ın son açıqlamasından bir neçə saat əvvəl başqa bir açıqlama olmuşdu və prezident İranı faktiki olaraq hədələmişdi. Bundan başqa Amerika Birləşmiş Ştatlarının regionda yerləşən demək qüvvələrinə zərər dəyməyəcəyi ilə bağlı İrana bir neçə dəfə ultimatum vermişdi və bu ultimatumlar müxtəlif vaxtlarda, hətta elə indinin özündə də Ağ Evin saytında rəsmi olaraq öz əksini tapıb. Nə baş verir? Yəni həqiqətən Trump'ın əsas məqsədi məhz İranın nüvə silahına malik olmamasıdır, yoxsa əsas məqsəd İranda hakimiyyət dəyişikliyidir. Əslində İsrail mətbuatı, eləcə də Birləşmiş Ştatların bəzi mətbuat orqanlarının qeyd etdiyi kimi İsrail faktiki olaraq Amerika Birləşmiş Ştatlarını İrana qarşı müharibəyə çəkmək istəyir. Hətta o da qeyd olunur ki, artıq Benjamin Netanyahu ilə prezident Trump arasında gedən telefon danışığında belə bir razılaşma var. Amma bu razılaşma hansı səviyyədədir və Amerika Birləşmiş Ştatları müharibəyə necə qoşulacaq? Bax, bu sual doğurur. Mən bundan öncəki efirdə də gecə orta günə danışarkən dedim ki, Amerika Birləşmiş Ştatlarının İran ərazisində quru əməliyyatları həyata keçirilməsi mümkünsüzdür. Yəni bunun baş tutması inandırıcı deyil. Digər tərəfdən artıq İsrail mətbuatı da, Amerika Birləşmiş Ştatları mətbuatı da bəyan edib ki, məlumatlar yayıb ki, Birləşmiş Ştatlarda Vaşinqton, daha doğrusu İsrailə demək bunker əleyhinə bombaların verilməsi ilə bağlı artıq razılıq verib, şahi razılıq var. Və bildiyiniz kimi İsrail dəqiq hədəfləri vurmuşdu hücuma başladığı gecə və hazırda da İsrail İranın dövlət rəhbərlərinin, dövlət və hökumət rəhbərlərinin bəzilərinin müvəqqəti olaraq qaldıqları bunkerlərin yerini yəqin ki dəqiq bilir və bu halda məhz həmin bunkerlərin dağıdılması üçün İsrail Amerika Birləşmiş Ştatlarından həmin bu demək bunker əleyhinə bombaları istəyib. Və digər tərəfdən Amerika Birləşmiş Ştatlarının müharibəyə indiki vaxtda qoşulması necə baş verə bilər? Əslində prezident Trump dünənki açıqlamasında bir daha bəyan etdi ki, yəni bizim məqsədimiz nüvə silahının İranın nüvə silahına malik olmamasıdır. Amma yenə də fikirlər ziddiyyətlidir. Və bu baxımdan da biz yaxın saatlarda hadisələrin necə inkişaf etdiyini görməliyik. Tərəflər təbii ki sakitləşməyib, qarşı demək hər iki tərəfin bir-birinə biz gecə saatlarında da hücumlarının şahidi olduq və bu davam edir. Amma təbii ki Amerika Birləşmiş Ştatlarının mövqeyi xüsusi əhəmiyyətə malikdir. Mən hazırda demək Los Angeles'ta federal binanın qarşısında dayanmışam və gördüyünüz bax bu demək əskərlər dəniz piyadalarıdır. Federal hakimiyyətin tapşırığı ilə, daha doğrusu prezident Donald Trump'ın müvafiq tapşırığı ilə Pentagon tərəfindən göndəriliblər. Onlar federal binanı mühafizə edirlər. Bax gördüyünüz kimi bu ərazi bağlıdır, buradan keçmək olmaz. Və Los Angeles'ta baş verən son ixtişaşlar, 6-cı gün krala yox mitinginin keçirilməsi, orada kifayət qədər zorakılığa cəhd hallarının baş verməsi, eləcə də ixtişaşlara polisin və Milli Qvardiyanın cavabları kənardan bax bu qüvvələr tərəfindən də əslində nəzarət olunur həmin bu proseslərə. Çünki bu qüvvələr əslində həm asayişi qoruyur, həm də federal binaların təhlükəsizliyini təmin edirlər. Çünki bu binalar Vaşinqtona məxsusdur, yəni federal hakimiyyətə məxsusdur. Dünən Los Angeles meri Karen Bass'ın müvafiq əmri ilə komendant saatı saat 10-dan 6-ya qədər müəyyən edildi. Buna qədər bildiyiniz kimi komendant saatı axşam saat 8-də başlanırdı və səhər saat 6-da bitirdi. Karen Bass müəyyən narahatlıqların olduğunu nəzərə alaraq bunu öz əmrində də qeyd edib. Məhz komendant saatının Los Angeles'ın mərkəzi ərazilərində axşam saat 10-dan səhər saat 6-ya qədər davam edəcəyini bəyan etdi və artıq bu dünən qüvvəyə mindi. Hazırda isə vəziyyət ümumi götürsək stabildir. Axşam saatlarında kiçik etirazlar baş verir, amma vəziyyət demək
vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Çünki birmənalı şəkildə AES polisin apardığı reydlər, qeyri-qanuni miqrantların ölkədən çıxarılması prosesi müəyyən narazılıqlarla müşahidə olunur və bu baxımdan da məhz Los Angeles'ta komendant saatıdır. Eləcə də federal hakimiyyətə məxsus olan, federal hakimiyyətin demək tapşırığı ilə dəniz piyadaları 700 nəfərdən ibarət dəniz piyadası hardasa bax burada və şəhərin mərkəzində proseslərə nəzarət edir. Məndən hələlik bu qədər, Novruz, söz səndə.